Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu. Vessalatu vesselamu ala men la nebiyyə bə'də. Əmmə bə'd. Demək, davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvəhhab rahimahullahın risaləsini və bir gündə 40-cı dərsdir. Və növbəti fəsil deyir ki, Qazvatul Fəthil Əzam, böyük fəth yürüşü, böyük fəth qələbəsi. Deyir ki, bu da Qazvatul Fəthil Əzam və kənət sənə 8 fi Ramazan. Bu deyir, Ramazan ayında baş vermişdi, hicrətin 8-ci ilində. Və bunun da səbəbi nə olub? Ənə Bəkran adət alə xəzəətin fi məihim əl-vatir. Demək, Bəkir qəbiləsi Xəza qəbiləsinə qarşı düşmənçilik edib, nə üstündə? Yəni, vətir deyilən yer var, yəni su quyuları, yəni onun üzərində. Fəbəyyətuhum və qatalu minhum, və onları gecə xəlvətdə yaxalayıb, yəni qəflətdə yaxalayıb, öldürüblər. Və kənə fi sulh əl-Hudeybiyyə, halbuki Hudeybiyyə sülhündə belə bir punktlar var idi ki, أن من أحب أن يدخل في عقد رسول الله صلى الله عليه وسلم فعله ومن أحب أن يدخل في عقد قريش فعله. Yəni punkt bundan ibarət idi ki, kim istəyirdisə Allah Resulü sallallahu aleyhi ve sellemin əqdinə, yəni onun tərəfinə keçirdi və kim istəyirdisə Qureyşin tərəfinə keçsin, yəni onun əqdi altında, o da yəni keçə bilərdi. Yəni, hərə öz seçimini eləyə bilərdi də, yəni kimə qoşulsun. Fədəxələt Bənu Bəkir fi aqdi Qureyş və dəxələt Xəza fi aqdi Rasulillah sallallahu aleyhi ve sellem. Və belə ki, Bəkir qəbiləsi Qureyşə qoşulur, Xəza qəbiləsi isə Allah Resulü sallallahu aleyhi ve sellemə. Thumma inna Bəni Bəkir vasabu alə Xəzaə leylən bimə yuqal ləhu vatir. Və deyir, yəni Bəkir qəbiləsi hücum çəkir Xəza qəbiləsinə gecə vaxtı, yəni quyuların üzərində Vatir adlı yerdə, Məkkəyə yaxın olan bir yerdir, qaribən min Məkkə və anət Qureyş Bəni Bəkir bis-silah. Və Qureyş də deyir, yardım göstərir həmin Bəni Bəkirə, Bəkir qəbiləsinə silahla və bəziləri hətta gecə ilə, yəni görünməyən vaxtı köməklik də eləyirlər özləri, şəxsən yəni iştirak edirlər, hələ ki qətildə. Hətta ləcəət Xəza ilə Həram və mecbur olur Xəza qəbiləsi sığınır Harama, yəni Kəbəyə. Fələmmə intəhəv iləyhi qalət Bənu Bəkir li Nəufəl ibn Muaviyyə əd-Deyli və gəlib çıxanda ora, yəni onlar sığınanda Kəbəyə, qəbilə öz komandanına, başçısına, elə bir ki, Bənu Bəkir qəbiləsi Nəufəl ibn Muaviyyə əd-Deyliyə deyir ki, və kənə yevmə izin qaiduhum, həmin günün yəni komandanı idi, başçıları idi onların. Ey Nəufəl, innə qad dəxəlnəl hərəmə iləhək. Biz artıq deyir, harama girdik, yəni Kəbəyə girdik. Bəs ilah, yəni ilahımız, ilahın, belə deyirlər, yəni ki, burada müqəddəs yerdir, burada olmaz da, yəni bunu eləmək. Fəqalə kəlimətən azimətən lə iləhə ləhul yevm. Və o da ağır bir kəlmə işlədir, deyir ki, bugün heç bir ilah yoxdur. Yəni, bugün, dinsiz şeylərdir də, yəni, lazım olanda ilah, lazım olmayanda yoxdur. Bugündür yoxdur ilah. Yə Bəni Bəkir, asibu sə'rakum. Ey Bəni Bəkir, ey Bəkir qəbiləsi, öz qisasınızı alın. Fələ əmri innəkum lətəsriqunə fil həram. And olsun ki, siz onsuz da deyir, yəni harama girib, yəni haramda deyir, oğurluq eləyirsiniz də. Əfələ tusibunə sə'rakum fihi. Yəni, belə olan halda deyir, özdir qisasınızı almağa nə manidir? Yəni, onsuz da oğurluq, yəni o günahları edirsiniz də deyir orada. Burada isə, yəni, heç olmasa qisasınızı alırsınız. Fəxaraca Amr ibn Səlim əl-Xəzai, Amr ibn Səlim əl-Xəzai deyir, çıxır. Hətta qədimə alə Rasulillah sallallahu aleyhi ve sellem əl-Mədinə ki, gedir çatır, yəni Allah Resulü sallallahu aleyhi ve sellemin yanına Mədinəyə. Fəvaqafə aleyhi və huvə cəlisun fil məscid beynə zəhraniyyə əshabihi
Gəlir durur, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm qarşısında və Allah Rəsulü sallallahu əleyhi və səlləm həmin vaxtı, yəni öz sahabelərinin ətrafında oturmuşdu və bu şeir beytlərini deyir: Ya Rabbi inni nəşidu Muhammedən hilfə əbinə və əbihil ətlədə qad kuntumu vələdən və kunnə validən thəmmətə əsləmnə və ləm nənzə yədən. Yəni, təxmini mənası belədir, deyir ki, ey Rəbbim, səni deyir, ant verirəm. Yəni Məhəmmədin, elə bir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm şey eləyir də, elə bir ki, müraciət eləyərək deyir ki, ant verirəm sənə Allaha ki, hansı ki, deyir, bizim babalarımız köynədən sülh bağlamışdı. Aramızda sülh olub. Və qad kuntumu vələdən və kunnə validən. Halbuki siz deyir, o həmin vaxtı övlad idiniz, biz atalıq eləyirdik. Yəni, bir qəbilə olaraq da, yəni. Sonra deyir, İslamı qəbul etdik, lakin deyir, itayətdən əlimizi çəkmədik. Vansur hədəkallah nəsran əyyədə. Elə isə deyir, Allah səni düz yola yönəltsin. Yəni, bizə deyir, yəni, yardım et. Vədə ibadallahi, Allahın qullarını çağır, bizə yardım etsin. Yəni, köməyə gəlsinlər. Yəni, döyüşədə, yəni, bizi qırıblar, yəni, o mənada. Fihim Rasulullah qad təcərrədə əbiyyədə mislə. Yəni, çağırır Allah Rəsulun sallallahu əleyhi və səlləm, əlbəttə ki, şeirlə biraz şey eləyərək də, tərif edərək çağırır. Axırda deyir ki, İnnə Qureyşən əxləfuka əl-mau'idə və nəqadu misaqaka əl-muəkkədə. Həqiqətən deyir, Qureyş deyir, yəni sənə verdiyi vədlərini deyir, pozdular. Aranızda bağladığınız əhd peymanı deyir, şey elədilər, yararsız etdilər, əlbəttə ki. Və cəlüli fi kidə rasədə və mənə deyir, kidə yer adıdır. Kidə yerində deyir, şey elədilər, pusqu qurdular, yəni mənə, yəni mənim qövmümə də. Və zəmu ənə lestu əd'u əhədə və elə zənn etdilər ki, mən heç kəsi çağırmayacam köməyə. Və hum əzəllu və qallu ədədə, halbuki onlar deyir, daha zəlil, sayda daha azdılar. Hum beyyətuna bil-vatiri cəhədə və onlar bizi gecə pusqu qurub, gecə qəflətdə yaxaladılar, Vatir adlı yerdə, bayaq dediyimiz yerdə də, yəni. Və qataluna rukkən və succədə və bizi deyir, yəni rükü və səcdə halında deyir, öldürdülər. Və şeirin mənası budur. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Nusirtə ya Amr ibn Səlim. Ey Amr ibn Səlim, artıq sən yardım olundun. Yəni sənə kömək edəcəyik. Sonra xaracə Budeyl ibn Varqa fi nəfər min xazaə. Sonra Budeyl ibn Varqa bir neçə xazaillərlə, yəni qəbilə əhli ilə çıxırlar, gəlirlər. Onlar da Allah Resulü sallallahu əleyhi və səlləmin yanına Mədinəyə gəldikdə fəəxbəruhu bimə usibə minhum. Xəbər verirlər başlarına gələn bu hadisəni, həmçinin bunlar da xəbər verir. Fəbimuzahirati Qureyş bəni Bəkrin aleyhim. Həmçinin xəbər verirlər ki, bəs Qureyş də yardım göstərib Bəkir qəbiləsinə, yəni bunları qırmağa, öldürməyə. Və Allah Resulü sallallahu aleyhi ve sellem qayıdır insanlara deyir ki, kəənnəkum bi Əbi Sufyan qad cəə kəm cəəkum liyəşuddəl əqdə və yezidə fil muddə. Sanki deyir, mən deyir, Abu Sufyanı görürəm ki, sizin yanınıza gəlir və sizdən əhdi təzələməyə, yəni Hudeybiyyə sülhünü təzələməyə və yaxud onun müddətini artırmağa deyir, şey deyir, yalvarır da, elə ki, istəyir. Fəbəsəhu Qureyş, yəni Qureyş onu göndərmişdi, yəni Abu Sufyanı ki, getsin sülh yaratsın ki, yəni qorxuya düşürlər də. Və qad rəhəbu lilləzi sanəu, etdiklərinə görə qorxuya düşürlər. Yəni Qureyş özləri qorxuya düşür ki, yəni kömək etdik Bəkir qəbiləsinə, Xəzaya qarşı, onlar da gəlib şikayət ediblər. Və sanki deyir, mən Abu Sufyanı bu halda görürəm, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Həqiqətən də nə deyir? Sonra qədimə Abu Sufyan, həqiqətən Abu Sufyan gəlir Mədinəyə. Fədəxələ aləbnətihi Ummu Həbibə və öz qızı Ummu Həbibənin yanına girir. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcəsi olur da Ummu Həbibə. Fələmmə zəhəbə liyəclisə alə firaş Rasulillahi sallallahu əleyhi və səlləm tavathu anhu. Və istəyir Allah Rəsulü sallallahu əleyhi və səlləmin yəni yorğan döşəyinə oturmaq istəyəndə, yəni
Ummu Həbibə çəkir altından. Halbuki pükür də, yəni yorğan döşəyi ki, otura bilməsin üzərində. Fəqalə ya buneyyə mə ədri rəğibti bi ən həzəl firaş əm rəğibti bihi anni. Ey deyir, qızım, mən bilmədim. Sən deyir, yəni məni rəva bilmədin, yəni orada oturmağı, yoxsa onu məndən deyir çəkdin. Yəni yorğan döşəyi deyir. Qalət, yəni qızı qayıdır ki, bəl huvə firashu Rasulillahi sallallahu aleyhi ve sellem. Xeyirdir, bu Allah Rəsulunundur yorğan döşəyidir. Sən isə nəcis bir müşriksən. Fəqalə vallahi ləqad əsabəkə bə'di şərrun. Deyir ki, and olsun Allaha ki, məndən sonra sənin başına deyir, şər gəlib. Thumma xaraca hətta ətə Rasulillahi sallallahu aleyhi ve sellem. Sonra çıxır gedir Allah Rəsul sallallahu aleyhi ve sellem yanına, yəni Əbu Süfyan. Fəkəlləməhu və ləm yərud aleyhi şeyə. Yəni onu dindirməyə çalışır, o isə ona heç nə cavab vermir. Yəni Allah Rəsul sallallahu aleyhi ve sellem heç nə cavab vermir. Yəni istəyir sülhü bərpa etsin tezdəndən, yəni yumşaltsın da, yəni arada olan o ateşi söndürsün. Thumma zəhəbi ilə Əbi Bəkir fəkəlləməhu. Sonra gəlir Əbu Bəkir radiyallahu anhunun yanına, onu dindirməyə çalışır. Fi ən yükəllimə nəbi, yəni ki, o da Allah Rəsul sallallahu aleyhi ve səlləmə söz desin, yəni ondan xahiş eləsin. Fəqalə mə ənə bifəil. Əbu Bəkir isə deyir ki, mən bunu edən deyiləm. Sümmə ətə Ömər fəqal. Sonra gedir Ömər radiyallahu anhunun yanına, deyir ki, ənə əşfələ. Ömər radiyallahu ondan da daha sərt cavab verir, deyir ki, sənə mi şəfaətçilik edin? Vallahi ləv ləm əcid illə zərrə ləcəhəttukum bihi. Allaha and olsun ki, zərr, yəni qarışqa qədər zərrə bir şey tapsam belə, onunla sizə qarşı cihad edərəmdir. Nəinki şəfaətçilik. Thumma dəxələ alə Ali. Sonra gedir Əli radiyallahu anhın yanına girir və yanında deyir Fatimə olur və Həsən oğlu yerdə iməkləyir. Fəqalə ya Ali innəkə əməssu əl-qavmi bi rahmən. Deyir ki, ey Əli, sən deyir, qohumlar içində mənə daha yaxın olanısan, daha yumşağı, mülayiminsən. وَإِنِّي جِئْتُ فِي حَاجَةٍ. Gəlmişəm bir ehtiyac üçün. فَلَا أَرْجِعْنِي خَائِبًا. Məni deyir, boş qaytarma deyir. İşfə'li ilə Muhammed. Deyir, məni deyir, Məhəmmədə deyir, şəfaətçilik et mənim üçün. فَقَالَ قَدْ عَزَمَ رَسُولُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم عَلَى أَمْرٍ مَا نَسْتَطِيعُ أَنْ نُكَلِّمَهُ فِيهِ. Və Əli radiyallahu anh qayıdır ki, bəs artıq deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellem bir işdə deyir, qətiyyət göstəribsə, biz deyir, bacarmarıq onunla bu məsələdə danışaq. Ondan sonra üst tutur Fatimə radiyallahu anhaya, deyir ki, həlləkə ən tə'muri ibnəki həzə. Sən bu öz övladına deyir, balaca uşağı deyir, öz övladına deyə bilərsənmi ki, feyucirə beynən nəs, ki, insanlar arasında sülh yaratsın. Fəyəkunu seyyidul ərab ilə əxri dahr. Yəni, ümidin o qədər üzürdə, yəni. Ki, bu da deyir, yəni, ondan sonra ərəblərin deyir, ağası sayılsın ömrünün axırına kimi. Yəni, müddətin axırına kimi. Fəqalət mə yəbluğu ibni zəlik. Deyir ki, mənim övladım hələ o yaşa yetməyib. Və mə yücir əhəd alə Rasulilləhi sallallahu aleyhi ve sellem. Belə isə də ki, deyir, Allah Rəsul sallallahu aleyhi ve sellemə heç kəs, yəni, bu cürünə araya girib, yəni sülh bağlaya bilməz. Fəqalə ya Əbəl Həsən. Sonra üst tutur Əli radiyallahu anhuya deyir ki, ey Əbul Həsən, inni rəeytul umura qad iştəddət aleyyə. Mən görürəm ki, vəziyyətim deyir, ağırlaşıb. Fənsahni, mənə deyir, nəsiyyət et. Qalə vallahi mə ələmu şeyən yuğni ənkə. Deyir, Allah and olsun ki, belə bir şey bilmirəm ki, sənə nəsə bir fayda versin. Lakin deyir, sən deyir, Kinanə qəbiləsinin deyir, seyidisən, ağasısan. Fəqum və əcir beynən nəs. Dur, yəni insanlar arasında sülh yarad, yəni barış yarad. Sümməl həq bi ardik. Sonra qayıd öz torpağına. Fəqalə əvətərə zəlikə muğniyən ənni şeyə. Məyər görürsən ki, bu çıxış yoludur mənim üçün. Deyir ki, xeyr, lakin deyir, bundan deyir, daha yaxşısını deyir, zənn etmirəm. Və ləkin mə əcid ləkə qeyr zəlik. Yəni, bundan o tərəfəsini bilmirəm sənin üçün.
Elə zənn etmirəm ki, bu sənin üçün xeyir olacaq, amma bundan o tərəfəsini də bilmirəm. Fəqama Əbu Sufyan fil məscid və Əbu Sufyan deyir, məsciddə durur ayağa deyir ki, əyyuhənnəs, ey insanlar, inni qad əcərtu beynənnəs. Bilin ki, mən deyir, insanlar arasında sülh yaradıram, sülh barışıq edirəm. Sonra minir öz dəvəsinə və qayıdır tezdəndən deyir Məkkəyə. Fələmmə qadimə alə Qureyş qalu mə varaək. Gəlib çıxanda Qureyşin yanına deyirlər ki, nə oldu? Nə gətirdin? Nə xəbər gətirdin? Qalə ci'tu Muhammədən fəkəlləmtuhu. Getdim deyir Məhəmmədin yanına, danışdım ondan. And olsun Allaha ki, bir kəlmə belə qaytarmadı mənə. Thumma ci'tu İbn Əbi Quhafə, sonra Əbu Quhafənin oğlunun, yəni Əbu Bəkrin yanına getdim. Fələm əcid fihi xeyran. Onda da bir xeyir tapmadım. Sonra getdim Ömər ibn Əl-Xattabın yanına və gördüm ki, yəni ən yaxın düşməndir hələ budur. Ən şiddətli düşməndir mənə qarşı hələ budur. Thumma ci'tu Aliyyən, sonra Əli radiyallahu anhunun yanına getdim. Fəvəcədtuhu əlyanəl qavm. Gördüm ki, işlərində ən mülayimi budur. Və qad əşara aleyyə bi kəzə və kəzə və mənə bu şeyləri işarə etdi ki, belə et. Fəfəaltu və mən də etdim. Qalu fəhəl əcəzə zəlikə Muhammed və deyirlər ki, bəs Məhəmməd bunlara icazə verdi mi? Sən dedin. Bəs o razılaşdı mı? Dedim, xeyr. Dedilər, vay halva. Vallahi in zədə racul alə ən ləybə bikə. And olsun Allaha ki, yəni kişi deyir, səninlə deyir, məzələnib. Və əmərə Rasulullah sallallahu aleyhi ve sellem ənəs bil cihəz və Allah Resulü sallallahu aleyhi ve sellem insanlara əmr edir hazırlığa, yəni döyüş üçün hazırlığa və deyir ki, Allahümmə xuzul uyunə vəl əxbərə ən Qureyşin həttə nəbəhətuhə fi bilədihə. Ey Allahım, deyir, Qureyşin deyir, yəni cəsuslarının, xəbər verənlərinin də, hələ bir ki, xəbərçilərinin deyir, gözünü tut, bilməsinlər, qulağını gözünü tut ki, biz onları qəflətdə deyir, öz ölkələrində deyir, öz şəhərlərində yaxalayaq. Sonra deyir ki, fəkətəbə Hatib ibn Əbi Bəltə ilə Qureyş kitəbən və Hatib ibn Əbi Bəltə Qureyşə deyir, məktub yazır. Yuxbiruhum fihi biməsiri Rasulillahi sallallahu aleyhi ve sellem, onlara xəbər verir Allah Resulü sallallahu aleyhi ve sellemin gəlməsi barəsində. Və dəfəhu ilə sərati Mavlət libəni Abdülmuttalib. Abdülmuttalib övladlarının qulu olan Sərəyə deyir, o məktubu verir. Fəcəələthu fi rəsihə. O da deyir, onu başına salır, yəni bükür, saçları ilə hörür. Yəni arasına salır da. Və atəl xəbər Rasulullah sallallahu aleyhi ve sellem minəs-səmə və Allah Resulü sallallahu aleyhi ve sellemə səmadan, göydən, yəni xəbər gəlir bu haqda. Fəərsələ Rasulullah sallallahu aleyhi ve sellem Aliyyən və Zubeyr iləl mərəti fəədrakəhə bi ravdatil xax. Və Allah Resulü sallallahu aleyhi ve sellem Əli və Zubeyri göndərir bu qadının ardınca, gəlib çatırlar ona, yetişirlər ona Ravdatil Xax adlı yerdə və soruşurlar, boynunu almır birinci və axtarırlar onun yükünü zadını axtarırlar, heç nə tapmırlar, hədəliyirlər, ondan sonra çıxardır, yəni saçlarının arasından, yəni höylülərin arasından çıxardır məktubu və gətirirlər onu Allah Resulü sallallahu aleyhi ve sellem yanına və Allah Resulü sallallahu aleyhi ve sellem Hatibi çağırır yanına, deyir ki, mə həziyə Hatib, ey Hatib, bu nədir? Yəni, nə etmirsən, yəni bu nədir? Fəqal elə tə'cəl aleyyə yə Rasulallah, deyir ki, ey Allahın elçisi, mənə qarşı deyir, tələsmə bir hökümdə, fikirdə, vallahi inni lə mu'minun billahi və rasulihi, Allaha and olsun ki, həqiqətən mən deyir, Allaha və Rəsuluna iman etmişəm, möminəm yəni. Yəni, nədir dinimdən dönməmişəm, nədir ki, dəyişməmişəm dinimi. وَلَكِنِّي كُنْتُ مْرَأً مُلْسِقًا فِي قُرَيْشٍ. Lakin deyir, mən deyir, elə bir kəsəm ki, Qureyş qəbiləsinə deyir, yəni bitişik yaşayırıq, yəni öz ailəsini deyir. لَسْتُ مِنْ أَنْفُسِهِمْ, onların özlərindən sayılmırıq lakin. وَلِي فِيهِمْ أَهْلٌ وَأَشِيرَةٌ وَوَلَدٌ. Və onların içində deyir, mənimdir, əhlim var, qohumlarım var, övladlarım var. وَلَيْسَ لِي فِيهِمْ
qarabətun yəhmunəhum və içindədir deyir, elə bir qohumların yoxdur ki, yəni onları qorusun, yəni Qureyşlərin içindən elə birisi yoxdur ki, onlara himayədar dursun. Və kənə mən məəkə ləhum qurabət yəhmunəhum. Sənin ətrafında olanların isə hamısının deyir, qohum əqrəbələri var, hansı ki, onlara himayədar dururlar. Mən də istədim ki, onlardan kimsə, yəni bu işdə mənə yardım etsin. Halbuki deyir, bilirdim ki, Allah onsuz da deyir, öz rəsulunu deyir, izhar edəcək, yəni düşmənlərin üzərinə və öz işini də tamamlayacaq. Yəni bu mane olmayacaq bir şeyə. Yəni mənim bu addımım heç bir şeyin qarşısını alan deyil, lakin yəni öz qohumlarımı müdafiə etmiş olacağam. Fəqalə Ömər, ya Rasulallah, və Ömər radiyallahu anh qayıdır ki, ey Allahın elçisi, burax məni bu münafiqin boynunu vurum. Fəinnəhu qad xanallaha və rasuləhu. Çünki o deyir, Allah və rəsuluna xəyanət etmişdir. O münafiqdir. Nifaq etdi. Fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, ennəhu qad şəhidə bədra. Xeyirdir, o deyir, çünki Bədir döyüşündə iştirak edib. Və mə yudrikə ya Ömər. Ey Ömər, nə biləsən ki, bəlkə deyir, Allah Taala deyir, Bədir əhlinindir. Qəlbinə baxıb və onlara deyib ki, i'məlu mə şi'tum. İstədiyinizi edin, artıq sizi bağışlamışam. Və bundan sonra deyir, Ömər radiyallahu anhın gözləri yaşarır və deyir ki, Allah və Rəsulu daha yaxşı bilir. Thumma mədə Rasulullah sallallahu aleyhi ve sellem və əməllahu əl-əxbər ən Qureyş ləkinnəhum alə vəcəlin. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem yola düşür və Allah Taala deyir, Qureyşin yəni xəbər verənlərinin gözlərini kör edir, görmürlər yəni necürünə yaxınlaşır da, yəni qoşun. Lakin qorxu səksəki içində olurlar. Fəkənə Əbu Süfyan yətəcəssəs və huvə və Həkim ibn Hizam və Budayl ibn Varqa. Və deyir, yəni Əbu Süfyan, Həkim ibn Hizam, bir də ki, Budayl ibn Varqa, bunlar yəni cəsusluq üçün çıxırlar. Yəni cəsusluq, yəni axtarmaq üçün də, yəni görsünlər ki, haçan gəlir, necə gəlirlər. Və kənəl Abbas qad xaracı qablə zəlikə bi əhlihi və iyəlihi muslimən mühacirə. Və bundan öncə Abbas Peyğəmbər s.ə.v əmsi öz əhli ilə, ailəsi ilə bir müsəlman olaraq hicrət edir oradan. Fələqiyə Rasulullah sallallahu aleyhi ve sellem bil Cühvə və Allah Resulü sallallahu aleyhi ve sellemdən Cühvədədir rastlaşırlar. Fələmmə nəzələ Rasulullah sallallahu aleyhi ve sellem Mərra Zəhran nəzələl işa və Allah Resulü sallallahu aleyhi ve sellem Mərra Zəhran deyilən yerə çatdıqda, yəni işa vaxtı düşür. Fə əmra ceyş və özdür qoşununa əmr edir ki, od qalayın. Yəni odlar qalayın daha doğrusu. Fə əvqədə əksər min əşrə ələf nəra və 10.000-dən çox odlar qalayırlar. Fə raqibəl Abbas bəğlətə Rasulillah sallallahu aleyhi ve sellem və Abbas, yəni Allah Resulü sallallahu aleyhi ve sellemin əmisi, Allah Resulü sallallahu aleyhi ve sellemin hələ ki qatırını götürür və xarəcə yəltəmisu və çıxır, yəni başlayır axtarmağa, yəni odun qıran və yoxdur, hansısa bir kəsi yolda yəni tapım ki, göndərim Qureyşə xəbər bilsinlər də, yəni xəbərdar olsunlar bu işdən. Ki, yəni çıxsınlar və yəni əminamanlıqda hələ ki özlərini qorusunlar, nə qədər ki onlara yəni bu qoşun güclə girməyib şəhərə də, yəni hələ ki xəbərdarlıq etmək üçün. Ki təslim olun, özünüzü qoruyun, nə qədər ki sizə güc tətbiq olunmayıb. Qalə fə vallahi inni ləəsiru aleyhə və deyir, bu cür nədir, davam edirdim. Allaha and olsun ki, eşitdim, yəni Əbu Süfyanla Budaylin arasındakı olan söhbəti. Yəni qulağıma çatdı, yəni eşitdim də, yəni qıraqdan. Yəqulu Əbu Süfyan belə deyirdi ki, mə rəəytu kəlleylətin neyran qat və lə əskara. Deyir, bu qədərdir əskər, bu qədərdir od, hələ deyir, bu gecədəki kimi deyir, heç vaxt görməmişəm. Budayl qayıdıb deyir ki, vallahi xəzəə həməşət hə əl-hərbə, deyir, and olsun ki, bu deyir, xəzəə qəbiləsidir. Yəni, onları deyir, yəni, coşdurub, yəni, Bəkir qəbiləsi coşdurub, yəni, müharibəyə.
Və Əbu Süfyan deyir ki, Xəzər, yəni bundan deyir daha azdır, daha zəlildir ki, bu qədər deyir od qalasınlar. Yəni onlar ola bilməz. Mən deyir qayıtdım ki, onda Abbas radiyallahu anh deyir ki, mən qayıtdım ki, ya Əbu Hanzalə, ey Əbu Hanzalə, o da mənim səsimdən deyir tanıdı. Bəli, ey Əbul Fadil dedi. Sənsənmi? Dedim, bəli. Qalə mələkə fədəkə əbi və ummi. Dedi ki, nə istəyirsən? Atam və anam sənə fəda olsun. Nə istəyirsən? Qalə qultu, dedim ki, bu deyir Allah Rəsulü sallallahu aleyhi ve sellem'dir. Yəni cəmaatla, qoşunu ilə. Və əsbəhə Qureyş, vallahi qalə fəmə hilə. Yəni Qureyşə tərəf gedir. Dəlib ki, o da deyir ki, bəs nə etmək olar, nə eləyə bilərik? Deyir ki, qultu vallahi lə in zafərə bikə lə yadribənə unqaq. Deyir, Allaha and olsun ki, yəni sən əlinə keçsən, boynuvu vuracaq. Fərqəb fi əcəzin həzihil bəqlə həttə ətihi bikə. Deyir, min deyir, yəni bu deyir, qatırın arxasına, aparım səni onun yanına, ondan aman istə. Təslim ol. Minirdir arxama, yəni tərkimə minir, heyvanın tərkinə. Fəracə sahibəhu və iki o yoldaşları isə, onu ilə olanlar, onlar qayıdırlar tezdəndən şəhərə, Məkkəyə. Mən isə onu dir gətirirəm. Fəkulləmə mərartu bi nərin min niranil muslimin qalu mən həzə. Və hər dəfə deyir, yəni o müsəlmanların od qaladığı, yəni odun yanından keçdikdə, yəni bir-bir odların yanından keçdikdə soruşurlar ki, bu kimdir? Fizərəunə görəndə ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem əmisidir və onun qatırıdır, buraxırdılar. Yəni, belə davam edirdik, ta ki gəldik, çatdıq Ömər radiyallahu anh'ın odunun yanına. Dedi ki, kimdir? Qalxdı, gördü ki, Əbu Süfyan. Dedi, Allahın düşməni, Allah həmd olsun ki, arada əhd peyman olmadan deyir, əlimizə keçdi. Yəni, Sümmə xaracə yaşdəddu nəhvə Rasulillah sallallahu aleyhi ve sellem. Sonra çıxır, götürülür Allah Rasulü sallallahu aleyhi ve sellem tərəfə ki, bu xəbəri versin. Mən də deyir, yəni qatırı çaparaq deyir, gəlib çatıram ona. Düşürəm heyvandan, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına girirəm. O da ardımca girir. Ömər radiyallahu anh deyir, ardımca girir. Fəqalə ya Rasulallah, həzə Əbu Süfyan. Deyir ki, ey Allahın elçisi, bu Əbu Süfyandır. Yəni, qad əmkən Allah minhu bi qeyri əqdin və lə əhdin. Allah deyir, yəni özü heç bir əhd peyman pozmadan özünü gətirib yanımıza. Fədəni adribu unqah. Mənə icazə ver, onun boynunu vurum. Fəqultu ya Rasulallah, inni qad əcərtuhu. Mən də qayıtdım ki, yəni Abbas radiyallahu anh deyir ki, ey Allahın elçisi, mən artıq onu, yəni ona aman vermişəm, dəlib ki, öz amanımı vermişəm ona. Fələmə əksara Ömər və Ömər radiyallahu anh deyir, israrla davam etdikdə, Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, qayıdıb ona deyirəm ki, yəni Abbas deyir də ona, məhlən ya Ömər, ey Ömər deyir, tələsmə, fəvallahi ləu kənə min bəni Adi ibn Kəb mə qultə həzə. Allaha and olsun ki, Bəni Adi ibn Kəbdən olsaydı, yəni sənin qəbiləndən olsaydı, sən belə deməzdin. Mən də deyir, ona dedim, yəni Ömər deyir ki, məhlən ya Abbas, ey Abbas, sən tələsmə, and olsun ki, fəvallahi lə İslamükə kənə əhəbbu iləyyə min İslamil Xattab ləv əsləmə. Deyir, sənin İslamın, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm əmisi olduğun üçün, sənin İslamın deyir, mənim üçün daha sevimli idi, yəni İslamı qəbul etmək. Nəinki deyir, atam deyir, Xattab deyir, İslamı qəbul etsəydi. Və mə bi illə ənni əraftu ənnə İslaməkə kənə əhəbbu ilə Rasulullah sallallahu əleyhi və səlləm. Bu da deyir, ona görədir ki, mən deyir, bilirəm ki, sənin İslamı qəbul etməyin Allah Rəsulü sallallahu aleyhi və səlləm üçün daha sevimlidir mənim atamın Xattabın İslamı qəbul etməsindən. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm İzhəb bihi ya Abbas ilə rahlikə feyzə əsbəhtə fə'tini bihi. Və deyir ki, tapşırır mənə Allah Rəsulü sallallahu aleyhi və səlləm ki, ey Abbas, götür onu da, get öz yükün yanına və səhər açılanda deyir, gələrsiz. Fəfəaltu sümmə qadavtu bihi ilə Rasulullah sallallahu aleyhi və səlləm. Mən belə də etdim, səhərsi gün deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləm yanına gəldik. Fəqalə vayhəkə ya Əbə Süfyan. Dedi ki, vay olsun halva, ey Əbu Süfyan. Ələm yəni ən tə'ləmə ən la ilə illallah. Məyər an yetişmədimi ki, hələ ki, sən biləsən, Allahdan başqa ilah yoxdur, haqq ilah yoxdur. Deyir ki,
Qalə bi əbi əntə və ummi. Atam, anam sənə fəda olsun. Necə də deyir həlimsən, necə də deyir kərimsən, necə də deyir qohumpərvərsən, yəni. Qohumluq əlaqəsini saxlayansan. Hələ də yəni bu qədər sənə düşmənçilikdə sən deyir bu şeyləri itirməmisən. Vallahi laqad zanantu enne law kana ma'allahi ghayruhu laqad aghna anni şey'an ba'd. Allah and olsun ki, elə zənn etdim ki, əgər Allahdan başqa bir ilah olsaydı, indiyə qədər bizə yəni bu vəziyyətdə olmazdıq. Fəqalə vayhək ya Əbə Süfyan, dedim, vay olsun xalva, ey Əbu Süfyan, məyər an yetişmədirmi ki, sən deyir məni Allahın rəsulu kimi qəbul edəsən? Dedi ki, anam və atam sənə fəda olsun. Necə də həlimsən, necə də kərimsən, necə də qohumpərvərsən. Əmmə həzihi fəfi nəfsi həttəl ənə minhu şey. Buna gəldikdə deyir, hətta indi də deyir qəlbimdə cüzi olsa da bir şübhə qalıb. Yəni rəsul olmaq var. Fəqalə ləhul Abbas, onda Abbas deyir, qayıdır ona deyir ki, vayhək və əslim qablə ən yudrab unquk. Deyir ki, vay olsun xalva deyir. İslamı qəbul et nə qədər ki boynun vurulmayıb. Ondan sonra deyir şəhadəti gətirir, haqq şəhadətini gətirir və İslamı qəbul edir. Fəqalə Abbas İnnə Əbə Süfyan rəculun yuhibbul fəxrə. Və Abbas radiyallahu anh deyir ki, Əbu Süfyan deyir, yəni fəxr, yəni xoşlayan bir kəsdir də, elə bir ki, atsan, şan, şöhrət xoşlayan bir kəsdir. Fəcəlləhu şeyən qalə nəəm. Deyir, onun üçün bir vəziyyət yarat və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, bəli, mən dəxələ dəra Əbu Süfyan fəhu əmin. Kim Əbu Süfyanın evinə girərsə Məkkədə əminamanlı qalar, kim qapısını bağlayarsa əminamanlı qalar və kim deyir məscidə girərsə, Məscid-ül Harama girərsə əminamanlı qalar. Yəni onu xüsusiləşdirir də, yəni ki, onun üçün hələ bir ki, ləzzət eləsin ki, bunu sayıldı da, yəni hörmət olundu. Fələmmə zəhəbəl yansarifə qalə Rasulullah sallallahu aleyhi və səlləm və deyir, getmək istəyəndə Allah Resulü sallallahu aleyhi və səlləm Abbası çəkir, deyir ki, ey Abbas, ihbithu bi mudayyiqil vadi ində hatmil cəbəl. Onu deyir, vadinin deyir, dar yerində, dağın ucunda deyir, gözlətdir Əbu Süfyanı. Bir qoşunumuz Allahın qoşunu deyir, keçəndə deyir, görsün. Yəni qıraqdan görsün. Fəqalə fəxarajtu hətta həbəstuhu. Mən də deyir, çıxdım, onu deyir, həmin yerdə saxlatdırdım. Və mərratil qabəl ərayətihə və deyir, qəbilələr də öz bayraqları ilə keçirdilər. Yəni qoşunda, yəni. Hətta mərra bihi Rasulullah sallallahu aleyhi ve sellem. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem Kətibətül Xadra adlı qoşunu ilə keçir. Kətibətül Xadra nədir? Yaşıl atlılarda yaşıl qoşun. Bu nəyə görə deyilir? Yaşıl, yəni orada təxmini rəngdə. Çünki zirehlərinin rəngi, zirehlərin çox olması və parıldamasına görə deyilir. Və içlərindədir mühacirlər və ansarlılar var idi. Gözlərindən başqa heç nə görülmürdü. Yəni vahiməli görsənirdilər də. Subhanallah ya Abbas. Dedi ki, Subhanallah ey Abbas, mən həulə, bu kimdir bunlar? Deyir ki, qultu həzə rasulun fil muhacirin vəl ansar. Bu deyir, Allah Rəsuludur, muhacir və ansarların içində. Qalə və mə li əhədin bi həulə taqə. Ondan sonra deyir ki, belə bir kəslərə qarşı heç kəsin gücü çatmaz deyir. Sonra deyir ki, və kənət rayətul ansar mə Səd ibn Ubədə və ansarların deyir bayrağı Səd ibn Ubədənin əlində olur həmin vaxtı. Fələmmə mərrə bi Əbi Süfyan, Əbu Süfyanın yanından keçəndə deyir ki, əl-yevmü yevmül məlhəmə, əl-yevm təstəhillül hurmə. Bugünkü gün deyir, döyüş günüdür. Yəni, bugün deyir, yəni haramlar deyir, halallaşacaq. Yəni, bu cür lozunqla, şuarla keçir onun yanından, hələ bir ki, bir acıq verərək də, yəni. Əl-yevmə əzəlləllahu Qureyşən və bugün deyir, Allah deyir, Qureyşi zəllil edəcək. Fəzəkərəhu Əbu Süfyan li Rasulillah sallallahu aleyhi ve sellem. Bunu deyir, yəni Əbu Süfyan deyir, Allah Resulü sallallahu aleyhi ve sellemə şikayət edir. Fəqalə kəzəbə Səd. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, doğru demədi. Səd doğru demədi. Və ləkin həzəl yom tu'uzamu fihil Kəbə. Əksinə bu günü, yəni Kəbədir, təzim olunacaq və bu günü Qureyş izzətlənəcək. Thumma nəzə'ə əl-liva min Səd və dəfəhu ilə Qeys ibnihi. Sonra deyir, yəni bayrağı alır Sədin əlindən, verir onun oğlu Qeysə. Və mədə Əbu Süfyan fələmmə cəə Qureyş saraxə bi ələ savtihi və Əbu Süfyan gedir, girir şəhərə
və uca səslə qışqırır. Qureyşə çatanda uca səslə qışqırır ki, Həzə Muhammed qad cəəkum bimə lə qibələ ləkum bihi. Bu dir Məhəmməddir, elə bir qoşunla gəlib ki, onun qarşısında heç kəs dura bilməz. Fəmən dəxələ dəra Əbi Sufyan fəhu əmin. Elə isə dir, Abu Sufyanındır, evinə girəndir, əmin-amanlıqda qalacaq. Və qayıdırlar ki, Qureyşlər, Allah dir səni öldürsün, fəqatələkallah, Allah səni öldürsün. Mə təğni ənkə dərk, sənin evindir bizim üçün nə edə bilər ki? Yəni, nə qədər adam oraya yerləşə bilər ki? Ondan sonra deyir ki, وَمَنْ أَغْلَقَ عَلَيْهِ بَابَهُ فَهُوَ əmin. Kim özü üçündür qapını bağlayarsa, içəridə qalarsa, o da əmin-amanlıqda qalar və kim məscidə girərsə, o da əmin-amanlıqda qalar. Fətəfərrəqə nəs ilə davrihim və iləl məscid. Və insanlar başlayır, yəni paramparça olmağa, hərə öz evinə girir və məscidə girirlər, əmin-amanlıqda qalmaq üçün. Və sara Rasulullah sallallahu aleyhi ve sellem hətta dəxilə Məkkə min ələhə və əmrə Xalid ibn Valid fədəxələhə min əsfəlihə. Və Allah Resulü sallallahu aleyhi ve sellem Məkkəyə girəndə yuxarı tərəfdən girir və əmr edir Xalid ibn Validə isə aşağı tərəfdən, Məkkənin aşağı tərəfindən girsin. Və tapşırır ki, in arada ləkum əhədun min Qureyş fəhsaduhum həsədən. Yəni, kimsədir Qureyşlilərdən sizə müqavimət göstərmək istəsə, onları deyir, şumluyun. Hətta bizimlə Safadədir, birləşənə qədər. Fəmə arada ləhum əhəd illə ənəmuhu. Və qarşılarına kim çıxırsa, döyüşmək istəyən, yəni nəsə cürət göstərmək istəyən, onları deyir, uzadırdılar. Və burada kifayətlənir inşallah. Yəni mövzu uzundur. Gələn dəfə bu hissədən davam edərik. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruke.